Moskvada Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla onun Rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. Nazirlər əvvəlcə təkbətək formatda görüş keçiriblər, daha sonra isə geniş tərkibdə danışıqlar aparılacaq. Danışıqlarda Rusiya, Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq. Xarici İşlər Nazirlərinin danışıqlarının yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi də gündəmdədir. Azərbaycan və Rusiya Xarici İşlər Nazirləri əvvəl təkbətək formatda danışıqlar aparırlar. Hal-hazırda təkbətək danışıqlar davam edir. Daha sonra isə danışıqların nümayəndə heyətləri ilə birlikdə, yəni geniş tərkibdə davam etdirilməsi gözlənilir. Və danışıqlarda ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəmdə olan aktual məsələlərin müzakirəsi planlaşdırılır. Daha sonra isə Azərbaycan və Rusiya Xarici İşlər Nazirlərinin danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi bildirilib.